İstəyirəm sizə belə bir testi izah edeyim. 104-cü testi Dimin təzə toplusundandır, leksika bölməsindəndir. Və oxuyaq, görək bizdən nə istəyir. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Öncəliklə diqqətinizə çatdırım ki, doğrudur, yanlışdır cədvəlli testləri işləmək üçün hər zaman və hər zaman abituriyentlərimə də deyirəm, uşaqların ən çox səhv etdiyi bölmələrdən biridir. Sonra imtahanda, sınaqda, ay müəllim mən diqqətsiz olmuşam. Elə məsələ odur ki, sən diqqətsiz olmayasan və biz müəllimlər hər dəfə sizə bunları dəfələrlə deyirik. Deməli, biz ümumiyyətlə öncəliklə məsələnin şərtini, tapşırığın şərtini anlamalıyıq. Bizə verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri istəyir. Uyğun demək nə deməkdir? Cədvəlim var. Doğrudur hissəsindən doğru fikri tapmalısan. Yanlışdır hissəsindən yanlış fikri tapmalısan. Çünki uyğun deyir. Amma burada uyğunsuz desəydi, doğrudan yanlışı, yanlışdan doğrunu götürmək lazım olacaqdı. Cümləmiz budur. Ay onun kədərli üzünə solğun bir nur çiləyirdi. Artıq biz görürük ki, ay sözü ilə bağlı bizim işimiz olacaq. Kədərli sözün altından xətt çəkilib. Deməli, bundan da nəsə bizdən söz tələb olunacaq. Məqam, hər hansı bir məqam üzünə sözü çərçivədədir. Bununla da bağlı nəsə edəcəyik. Ümumiyyətlə, Azərbaycan dilində danışıqdır deyə, mətindir deyə, cümlədir deyə biz fikri cümlədən alırıq. Nə olur olsun, hər zaman cümlələri axıra qədər oxumaq, kontekst anlayışından xəbərdar olmaq lazımdır. Görək, doğrudur da yazıb bizə ki, tünd qara hərflərlə verilmiş sözün həm əsas, həm də köməkçi nitq hissəsi ilə homonimliyi var. Tünd qara hərflərlə verilmiş sözümüz ay sözüdür. Ay sözünü biz bilirik həm nida olaraq çağırış nidası kimi işlənir, həm də ay, nə, yerin peyki olan ay isim kimi işlənir. Doğrudurun altında verilən fikir doğrudurmu? Bəli, niyə? Bir də baxaq, tünd qara hərflərlə verilmiş sözün həm əsas, həm də köməkçi nitq hissəsi ilə homonimliyi var. Bunu dedik. Davam edirik 2 ilə. Çərçivə daxilindəki söz çox mənalıdır, amonim ola bilmir. Üzünə sözü çox mənalıdır, həm də amonimdir. Nəyə görə? Çünki bizim üzümüzlə dənizdə üzmək amonimdir. Bizim üzümüzlə suyun üzü, südün üzü çox mənalıdır. İkidə verilən fikir səhvdir deyə götürmürük. Baxırıq yanlışdırın altından yanlış tapmalıyıq. Altından xətt çəkilmiş sifətin həm sinonimi, həm də antonimi var. Kədərli sözünün sinonimi məhzun, məyus, antonimi isə şad deməkdir. Doğru fikirdir, deyilmi? Bəli, doğrudur. Amma bizə doğru lazım deyil. Çünki yanlışı tapırıq. Çünki uyğun fikirləri istəyir. 4. Leksik mənası olmayan sözün amonimliyi yoxdur. Tapaq görə leksik mənası olmayan söz hansıdır? Ay onun kədərli üzünə solğun bir nur. Ümumiyyətlə solğun bir nur, gözəl bir gün tipli birləşmələrdə bir sözləri hər zaman ədat olur. Və bizə deyir amonimliyi yoxdur. Niyə yoxdur? Bir eləm sayla, əsas nitq hissəsi ilə amonim olan sözdür burada. Səhvdir. Deməli biz uyğunluğu istəyiriksə doğrudan doğrunu, yanlışdan yanlışı götürürük. Cavab olaraq B.